Bir bağlandı değil mi? Şey verme. Dəstək olağın. Kimin imkanı gücü nəyə çatır? Hələ 1 manatdan, 2 manatdan dəstək olağın. Al 90 manatımız yığılsın. Düz deyirəm də. Elənçi insanlara görə efir bağlandı. Bu gəlir boşandım, bu gəlir uşaq atdım, bu gəlir ərə qaçdım. Belki 20 manat. Yeni gələnə xoş gəlmişsiniz. Sənə kim? Dəstək olağın uşaqlar. Demirəm kimisə mənə borcu var. Gücü çatan qədər dəstək olan insanlar olacaq, lazım. Sən nə yapandın? Dəstək olağın uşaqlar. Kimin imkanı gücü nəyə çatır, dəstək olsun. 90 manatım çatmır. Allaha xatir, insanlıq naminə. 500 nəfər. Allaha xatir, dəstək olun. Salam, nə qədər qalır? 90 manatım qalır. Gücün nə qədər çatırsa dəstək ol. 5 manat, 3 manat, Allaha xatir, insanlıq naminə dəstək olun. Dəstək olağın uşaqlar. Mesaj gəlir. Səs açmışam, mənə bildiriş gəlir. Ayın axırı inşallah. 100 manat idi da, 100 manatdır. 90 manat qalıb. Dəstək olağın uşaqlar. Bilib bilmədən danışmayın, yaxşı. Kim ki ay günü qınıyır, əzizin qabağına çıxsın, heç nə demirəm. Lazımdır. Dəstək olağın evin kirayəsine görə uşaqlar. Kimin imkanı gücü nəyə çatır? Hələ 1 manatdan, 2 manatdan dəstək olun. 90 manat yığılsın. Allaha xatir, insanlıq naminə dəstək olaq. Allah. Yeni gəlmə, xoş gəlmişsiniz. Uzun heç kimə borcu yoxdur. Tək qadına dəstək lazımdır. Dəstək olağın uşaqlar. Yeni borcu var kimisə, işlədə. İnşallah ayın axırı. Yeni gəlmə, xoş gəlmişsiniz. Dəstək olağın. Ay uşağım ya, yox. Mən ailə qurmuşam, uşağım olsun. Elə də deyirsin ki, bacı, bu gün yarım sabah ataram inşallah. Mümkünsə bugün bacı qurban. Dəstək olağın uşaqlar. Mən istəmirəm, gündə açılmasın, deyəcəklə gündə canlatır, gündə dəstək istəyir. Valla bayaq açdım, səbrim çatmır, o qədər giz-gizdə yazırlar, danışırlar. Allah and olsun. 90 manatımız çatmır, bir dənə tamamlayaq. Allaha xatir, 5 manat, 3 manat, gücünüz nə qədərə çatırsa, Allaha xatir, insanlıq naminə. Tək qadına dəstək olun, uşaqlar. Yeni gələnlər, xoş gəlmişsiniz. Allah'ın dostuz, ne kadar günaha batırsınız. Ne bileyim.
Təkəm, mənim arxada ayağım yox, köməyim yox, gəlir yerim yox, nasazam. Dəstək lazımdır, başa düşürsünüz? Və ağzınıza gələni yazırsınız. O sözü gedəndə yanımda gedimsən, ha? Yeni gələn, xoş gəlmişsiniz. Dəstək olağın uşaqlar. Kimin imkanı gücü nəyə çatır, dəstək olsun. Allaha xatir, insanlıq namına. İşim var, ayın axırı olacaq. Kimisə adını gəlib çəkməyim burada, Allah böyükdür. Kimisə adını gəlib çəkməyim burada. Hədiyyələ görə təşəkkür edirəm. Allah razı olsun, Allah köməyiniz olsun. Kimi hədiyyə günü çatır, hədiyyə göndərsin. Yeni gələnlər, xoş gəlmişsiniz. Gücünüz nə qədər çatır, dəstək olun. Kart hesabı buradadır. Allah razı olsun. Axşamdan açmışam da. Dəniz çox sağ ol, bacı qurban. Yeni gələnlər, xoş gəlmişsiniz. Dəstək olağın uşaqlar. Kimin imkanı gücü, bacı, spam atır, o yazılır. Deyirəm, o qədər, nə bilim, o qədər Allahsızsınız ki, söz tapıram, deməyə, Quran and olsun. Allahdan qorxun, pisliyi niyə eləyirsiniz ki? Hə, gör nə olacaq ki? Yox, bacı qurban, bayaq dedim, dedim, kim ki deyir ki, Arzunun yanında Aygündür, Aygünün yanında Arzudur, əzizi olsun, heç nə demirəm. Yaxşı. Yaxşıyam Əlada xanım, siz necəsiz? Dəstək lazımdır, gücünüz nə qədər çatırsa, Allaha xatir, insanlıq naminə. Moderatorlardan kim var? Atılsa sizə. Dəstək olağın uşaqlar, qardaş. Bəli, bax. Və hədiyyə atanları görməyəcəm axı mən. Qalsınlar. Sevgi. Bacı, mən tutum demirəm, oradadır. Allah hamd olsun, bacı qurban. Gedib canlılarda biri var, qoşulub, Elmar. Elmar, evindən xəbərim var, ay şərəfsiz. Bilib bilmədən danışırsan. Ağlı ona buna vermə. Mən sənə üçün nə arzuyam, nə mahirəm. Başa düşdü? Eşidir məni? Nə də sonra xanımam sənin üçün. Allah hamd olsun, evə kimi girərlər. Başın qaçmasın, eşidir məni? Arzu ilə problemin var, ged Arzu ilə problem elə. Sən məni tanıyırsan, mənim adımı hallandırırsan ki, Arzu Aygünün yanındadır. Qeyrətsiz. Yeni gələnlər, xoş gəlmişsiniz. Dəstək olağın uşaqlar. Sənin ömrünü mən taparam. Qəşəng sözlərimi deyərəm sənin üçün, tələsmə. Yeni gələnlər, xoş gəlmişsiniz. Tələsməsən deyəm. Təşəkkürlər, çox sağ olun, Allah razı olsun. Hədiyyələr spam eləyirlər, gərək bağlayayım təzən olsun. Gözü vaxt belədilər də, Quran haqqı işləyirsən. Yox hələ ki.